Ümumiyyətlə, aqressiya, qəzəb nə deməkdir? Aqressiya və qəzəb o deməkdir ki, bir yerlərdə sənin sərhədin pozulur. Amma bu sərhədi kim pozur? Əlbəttə ki, sən özün. Düzdür, bunu özünə etiraf etmək çox çətindir, amma mən sənə göstərmək istəyirəm. Bilirsən necə göstərmək istəyirəm? Əgər sən bir insana davamlı əsəbləşirsənsə, aqressiyan yaranırsa, qəzəbin yaranırsa, burada bir nüans var. Sən özünü ona olduğun kimi ifadə edib təsdiq elətdirə bilmirsən deyə, səndə elə bir fikir yaranır ki, o məni olduğum kimi görmür, olduğum kimi rədd edir və mən yox sayılıram, davamlı günahlandırılıram, davamlı istədiyim kimi təsdiq olunmuram. Amma əslində isə belə deyil. Sadəcə sən o insana o qədər anlam yükləmisən ki, o insana o qədər təsdiq olunma, o qədər sevilmə, o qədər dəyərli olma duyğularını yükləmisən ki, sanki bu insan səni təsdiq etsə, sevsə, dəyər versə, sən var olduğun kimi qəbul olunacaqsan və belə olan halda sənin aqressiya və qəzəbin olmayacaq. Amma əslində isə elə deyil. Ona anlam yükləyən də sənsən, məna verən də sənsən, təsdiq gözləyən də sənsən, sevgi gözləyən də sənsən, dəyər gözləyən də sənsən. Yəni bu heç bir şeyi dəyişmir. Ona görə özünün sərhədini pozmaqla məşğul olursan. Sərhəd nə deməkdir? Sərhəd o deməkdir ki, əgər məni nə isə qıcıqlandırırsa, qəzəbləndirirsə, aqressiya yaradırsa, burada mən özümə baxmalıyam. Mən özümə baxmalıyam ki, mən bu insanı hansı etapda, hansı mərhələyə qoymuşam və hələ də bu insandan nəyi gözləyirəm ki, tam olaraq ala bilmirəm və yaxud da hansı davranışı və düşüncəsini gözləyirəm ki, hələ də tam olaraq ala bilmirəm ki, bu məndə aqressiya, qıcıq, qəzəb yaradır. Artıq bura baxanda və o insana qoyduğun yerə baxanda və o insanı qoymaq istədiyin yerə qoymayanda, onu sadəcə bir insan kimi görəndə, ona dəyər, sevgi, qayğı, diqqət nələrsə gözləməyəndə və onu sadəcə olduğu kimi görüb, davranışını və düşüncələrini şəxsləşdirməyəndə, belə olan təqdirdə sən özünü çox rahat şəkildə hiss edəcəksən. Və aqressiyan, qəzəbin sənə demək istədiyi bir şey var. Aqressiya və qəzəb deyir ki, sən mənim sərhədimi pozursan. Özünə qayıt, özünə dön, özünə bax. Və sizə bir ipucu da verim. Əgər aqressiya və qəzəbi tez-tez keçirirsənsə, istəyirəm özünə belə bir sual verəsən. Mən hansı valideynimə qarşı hələ də qıcıq və aqressiya keçirmişəm və yaxud da keçirirəm ki, indi də bunun proyeksiyasını həyatımdakı insanlarla tapa bilirəm. Və yaxud da ikinci situasiya, mən hansı durumda özümə qarşı haqsızlıq eləyirəm və özümü yox sayıram ki, qarşımdakı insanı aqressivləşəcək, qəzəblənəcək qədər yüksək bir pozisiyaya qoymuşam. Bu düşüncələr və suallar səni fikirləşdirəcək. Ümid edirəm ki, sənin üçün faydalı oldu. Əgər səhifəm sənin üçün faydalıdırsa, məni takib etməyi, biodakı linkdən Telegram kanalıma və YouTube kanalıma abunə olmağı unutma. Sevgi ilə qal.